Hər vaxtınız xeyirli olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycanın sərhədlərini qanunsuz keçmə maddələri ilə ittiham olunan erməni əsilli Ruben Vardanyanın barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçən açıq məhkəmə prosesində ittiham aktının nəticəvi hissəsinin elanı başa çatdı. Bundan sonra hakim Zeynal Ağayev Ruben Vardanyana ittihamın mahiyyətini, onun hüquqi tövsifini və eyni zamanda Ruben Vardanyanın hüquq və vəzifələrini elan etdi. Və qeyd edək ki, Ruben Vardanyan bundan sonra məhkəmə prosesində ifadə verməli, özünü təqsirli bilib-bilmədiyi barədə məlumatları çatdırmalı və ifadəsini verməlidir məhkəmə prosesində. Və mən qeyd edək ki, məhkəmə prosesi açıq keçirilir. Məhkəmə prosesində çoxsaylı zərər çəkənlər iştirak edirlər. Həm Ruben Vardanyan özünün seçdiyi vəkili ilə təmin olunub, həm də özünün başa düşə bildiyi dildə tərcüməçi ilə təmin olunub, həm də zərər çəkənlər vəkillərlə, müdafiəçilərlə təmin olunublar. Bu ittiham aktında, bu cinayət işində ümumiyyətlə zərər çəkənlərin sayı olduqca çoxdur və mən istəyirəm bir mühüm məqamı tamaşaçıların da diqqətinə çatdırım. Qeyd etmək lazımdır ki, həm Ruben Vardanyan və eyni zamanda təqsirləndirilən 15 nəfər erməni əsilli şəxs, o cümlədən Aray Karutunyan, Bako Sakyan, Arkadi Qukasyan və digərlərinin barəsində açılmış cinayət işləri üzrə ittihamlardan biri bizim bu günlərdə növbəti il dönümünü ərəfəsində olduğumuz Xocalı soyqırımı ilə bağlıdır. Biz qeyd edək ki, 30 ildən çox bir müddətdə Xocalıya dünyadan ədalət tələb etdik. Amma dünyanın gözü kör, qulağı kar oldu. Nəhayət ki, bu günləri bax bu Bakı məhkəmə kompleksində keçirilən məhkəmə prosesləri Xocalıya həm də ədalətdir. Və qeyd edək ki, biz mütəmadi olaraq bu məhkəmə prosesi ilə bağlı tamaşaçılara məlumatları çatdırırıq. Məhkəmə prosesi açıq keçirilir və bizim bugünkü növbəti buraxılışda da açıq keçən məhkəmə prosesindən reportajımız olacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.